2007-də C63 AMG işıq üzü görəndə bu bir inqilab idi. Avtomobil dünyasında bu həqiqi mənada bir inqilab idi və mənim yadımdadır ki, dünyanın hər bir Formula 1 pilotu və yarışçısı bu avtomobili özünə almışdı və tarixi bir avtomobildir. Mənim yadımdadır ki, mən o vaxtlar Yaponiyada yaşayırdım və Tokyodakı Mercedes dilerindən xahiş elədim ki, bu avtomobili test drive üçün götürüm və haradasa bir həftə ya 10 günlük bu avtomobili mənə verdilər və bu bir həftə 10 gün ərzində onu Fuji Speedway trekinə götürdüm, onu xeyli istifadə etdim, mümkün qədərilə çox çalışırdım bu avtomobili mən sürüm və o xatirələr nəyə desəniz dəyər, yəni möhtəşəm idi, möhtəşəm hisslər bəxş edirdi və o vaxt, yəni bu avtomobil bugünkü gün üçün, bugünkü avtomobil standartlarına görə heç də sürətli bir avtomobil bəlkə də sayılmır və bir çox Çin istehsalı olan elektrik avtomobillər, plug-in hibridlər belə bundan sürətlidir. Amma bu avtomobilin bəxş etdiyi emosiyaları bəxş edə bilmirlər və bu bir də sübut edir ki, önəmli olan sadəcə sürət deyil, amma avtomobilin sizi necə hiss etdirdiyinizi başa düşmək, hiss etmək və bütün bu duyğular, bunlar hamısı bir-birinə qarışanda yaşadan bu hisslərdir. Bu avtomobil mənim yadımdadır o vaxtda çox arxası qaçmaq istəyirdi hər zaman, hələ də belədir. Hətta mənim yadımdadır ki, həmin o bir həftə ərzində Tokyoda bir dostum məndən xahiş elədi ki, bəs ver mən də sürüm, maraqlıdır. Verdim, oturdum yanında və Tokyoda bir Roppongi deyə bir ərazi var və oradaydıq biz. Tokyoda olanlar bilirlər nə qədər çox insan və avtomobilin olduğu bir yer olduğunu bilirlər. Və biz işıqforda durmuşuq, qırmızıdır, sola dönməliyik və dostum ESP-ni söndürüb, mən başa düşürəm nə etmək istədiyini, sola arxanı qaçıraraq girmək istəyir, sürüşərək girmək istəyir. Yaşıl yanır, qaza basır və saniyələr içində avtomobil 180 dərəcə dönür və bizim üzərimizə gələn avtomobillərlə qarşı-qarşıya dururuq. Çox təhlükəli deməzdim, amma bu avtomobili sürməyi bacarmaq lazımdır və hər kəs üçün deyil. Onu mən sizə tam əminliklə deyə bilərəm. Amma bu atmosferlik səs, 8 silindirli, tam atmosferlik 6.3 həcmli bu mühərrik bir əfsanədir. Həqiqətən də bir əfsanədir. Yəni, sadəcə səsi nəyə desəniz dəyər. Və mən düşünürəm ki, o vaxtın bu avtomobilləri danışmağa çalışıram, yola fokuslanıram.
sadəcə bu hissi, bu anı yaşamaq mənə çox nostaljik gəlir, çünki yenə də dediyim kimi çox xoş xatirələr yaşamışam bu avtomobillə. Hətta sizə bunu da deyim ki, bu avtomobilin birinci sahibi yaxın tanışımdır və bu 2008 istehsalı olan avtomobildir və 2008-də mən Bakıya yayda gəlmişdim, qonaq və bu avtomobili mən sürdüm. Təzə almışdı o vaxtı bu avtomobili və mən bunu sürdüm. Və hal-hazırki sahibi də dostumdur. Sağ olsun mənə bu avtomobili çəkiliş üçün verdi. Bunu da vurğulayım ki, avtomobil təzə kimidir. 33.000 kilometr yol gedib. Əminəm ki, Azərbaycanda belə ikinci avtomobil yoxdur. Nəysə, mən çox danışmaq istəmirəm, mən istəyirəm bu avtomobildən biraz daha da həzz alım, siz də qoşulun.